Bugün adı P, Y, Z hərfi ilə başlayan bəylərin sirli dünyasına giririk. Bəlkə də həyatındakı kişi bu hərflərdədirsə, artıq onun xüsusiyyətlərini anlamaq sənə daha asan olacaq. Y hərfi ilə başlayan bəy yüngül, yaxşı niyyətli, yenilikçi kişidir və hər zaman pozitivdir. Ətrafındakılar da yaxşı enerji verir. O yenilikləri sevər, monotonluq onun düşmənidir. Münasibətdə sadə və səmimidir, amma bəzən yüngüllük sərhədlərini keçə bilər. Y kişisi anlamağa çalışır, amma inciməyə də meyillidir. Onunla yaşamaq həm rahat, həm də hər zaman biraz sürpriz doludur. Y kişisi həyatı rəngli görür, amma bəzən o rənglər sənin də başını fırlada bilər. Adı Z hərfi ilə başlayan bəy, zərif, zəhmətkeş və zamanında sakit dayana bilənlərdəndir. Qəlbi yumşaqdır, amma xarici görünüşü ciddidir. Həyatın bütün çətinliklərinə sinə gələ bilir. Münasibətdə çox sakit, səbirli və uzunmüddətli bağlılıq axtarır. Onunla anlaşmaq üçün səbir və dərin sevgi lazımdır. Çünki duyğularını çox açmaz. Z kişisi üçün ailə və ev ən önəmlisidir. Səssiz dağ kimidir, görünməz, amma dayanıqlı və möhkəmdir. Adı P hərfi ilə başlayan kişilər çox iddialı, lider ruhlu və özünə güvənli olurlar. Qadınla münasibətdə söz sahibi olmaq istəyirlər. Bir növ güclü olmaq, idarə etmək və qorumaq onların təbiətində var. Amma bu dominant yanaşmanın arxasında çox zaman məhəbbətə ac, həssas bir uşaq yatır. Sevgi aldıqları zaman sarsılmaz dayaq, sevilmədiklərini hiss etdikdə isə tamamilə uzaq və sərt ola bilirlər. Qadının ona güvənməsi və inamı bu kişinin açar nöqtəsidir. Beləliklə, bu videoda P, Y, Z kişilərini tanıdıq. Hər biri öz dünyasında özünə məxsus rəngləri ilə. Əgər həyatındakı bəy bu hərflərdədirsə, şərhə yaz, sənə necə uyğun gəlir. Əgər əlifbanı birlikdə öyrəndikdən sonra video seriyasını bəyənmisənsə, abunə ol, paylaş və dəstəyini göstər. Səni növbəti videolarda gözləyirəm.